Deməli, indi keçəcəyimiz dərs Word-də cədvəllərin hazırlanmasıdır. Sadə və mürəkkəb cədvəllərin hazırlanması. Onu izah edəcəm. İlk öncə yeni sənədə daxil oluruq. Cədvəli hazırlamaq üçün biz ilk öncə insert tabına gəlməliyik. Home tabını keçən dəfə keçdik. Bilirik ki, home tabı başlanğıc tabdır. Bütün yazıya aid olan əmrlər, funksiyalar hər biri homeland tabında yerləşir. Bir də var, misal üçün vərəqə əlavə bir obyekt, şəkildir, fiqurdur, diaqramdır və s. Bunları əlavə etmək istəyiriksə, bu zaman əlavə et tabı var, hansı ki insert tabı. Bura daxil olub bu tabın əmrindən istifadə edirik. Burada var table, yəni cədvəl. Mən cədvəli qurarkən burada sətir sütunlar, misal üçün gözə yarı buradan da seçə bilərəm. Tutaq ki, 6-nın 3-ə və yaxud da 4-ün 3-ə bu şəkildə, 4-ün 5-ə bu şəkildə. Ya da ki, ən rahatı insert table əmrinə daxil oluram və burada qeyd edirəm. Cədvəlim neçə sütun və neçə sətirdən ibarət olsun. Tutaq ki, deyək ki, sütunun sayı 4-dür, sətirlərin də sayı 15. Qeyd elədim 4-ün 15-ə. OK əmrini vurdum. Avtomatik cədvəl yaradılır. Normalda keçən dərs demişdik ki, əsas tab view'da bitir, bəzən ola bilsin ki, help'də var. Amma ondan sonra açılan tablar hər biri köməkçi tab, əlavə tab sayılır. Baxın, cədvəli yaratdım. 2 dənə əlavə tab açıldı. Design və layout. Design adından göründüyü kimi cədvəlin dizaynıdır, cədvəlin rəngidir. Layout tabı isə cədvəlin düzəni. Hansı ki, cədvəl üzərində bütün əməliyyatları bu tab vasitəsilə, tabda yerləşən əmrlər vasitəsilə yerinə yetirə bilərik. İndi cədvəli qurduq, baxın, kənarda vərəq üzərində dayanmışam, bu tablar yoxdur. Ola bilsin ki, indi siz cədvəlin rəngini dəyişmək istəyirsiniz və yaxud da tutaq ki, ölçüsünü və s. nəysə dəyişmək istəyirsiniz. Dedik ki, cədvəlin layout tabı var, bundan istifadə edirik. Amma kənar yerdə dayananda, yəni vərəqin kənar bir hissəsində həmin tablar görünmür. Görünməsi üçün cədvəlin üzərinə daxil oluruq. Bu zaman avtomatik həmin əlavə tab, hansı ki, cədvəlin özünə məxsus olan bu iki tabı ikisi də açılır. Burada da dizaynla layout var. Bunlar amma əsas tabdır. Bunlar vərəqə aiddir, səhifəyə aiddir. Sonda açılanlar isə cədvələ aiddir. İndi cədvəlimiz hazırdır. Məsələn, mən cədvəl seçmək və yerini dəyişmək istəyirəm. Seçib yerini dəyişmək. Biraz aşağıya doğru hərəkət etdirmək istəyirəm. Cədvəli seçmək üçün cədvəlin sol tərəfində belə bir işarə var. Bu işarəyə daxil oluram, avtomatik hərəkət eləşmiş oluram. Sonra mən cədvəli kiçildib böyüdə bilərəm, yığa bilərəm. Bu şəkildə ümumi, yəni sətr sütun hər biri eyni formada böyüyüb kiçilir. Yox, əgər bir xananı, bir sətri, bir sütunu böyütmək istəyirəmsə, bu zaman bu xətlərdən istifadə edə bilərəm. Tutaq ki, cədvəlin burada görək ki, 4 dənə sütun var. 1, 2, 3, 4 bu şəkildə. Mən istəyirəm ki, bu sütunların birinci sətrini, hansı ki, bu sətir, birinci hissəni, hündürlüyünü artırım, böyüdüm. Bu zaman bu xəttin üzərində dayanıram. İki tərəfli ox görünür, yuxarı və aşağı. Yəni, həmin xətti yuxarı aşağıya doğru hərəkət elətdirə bilərəm. Bu xətti çəkirəm aşağıya doğru ki, həmin xananın hündürlüyü artsın. Bu şəkildə. Və yaxud da enini artırmaq istəyirəmsə, misal üçün bu xətti sağa doğru hərəkət elətdirə bilərəm. Yəni, cədvəlin üzərində də o xətləri sürüşdürməklə cədvəldə olan xanaların ölçüsünü artırıb azalda bilərəm. Sonra, tutaq ki, cədvəldə sətirlərin sayı azdır, mənə əlavə sətir lazımdır. Tutaq ki, bura kimi yazdım, deyək ki, bu oldu 14, istəyirəm 15-ci də olsun. Bu zaman cədvəlin sonunda, 14-dən sonra istəyirəm də, sonunda dayanıram. Yəni, cədvəlin içərisində deyiləm, kənardayım və enter əmrini vururam, avtomatik artır. Sonra, yenə artırmaq istəsəm, yenə cədvəlin sonunda dayanıb enter əmrini vururam ki, həmin hissədə yeni bir sətr əlavə olunsun. Silmək üçün də həmin sətri seçirəm, həmin sətri ümumi seçib, klaviaturadan backspace əmrini vura bilərəm ki, həmin xana silinsin. Backspace əmrini vuram, delete əmrini yox. Delete əmrini vuranda seçdiyim xananın içərisindəki yazı silinir. Amma backspace əmrini vuranda ümumiyyətlə xananın özü silinir. Bura kimi kiminsə nəsə sualı var? Yoxdursa keçək. İndi dedik ki, dizaynla layoutdur. Niyə ki, izah elədiyim hamısı cədvəlin üzərindədir. Yəni, heç dizayn layout tablarından istifadə eləmədim. Bəs dizaynla layoutdan nə vaxt istifadə edirəm? Əgər cədvəlin adından göründüyü kimi dizayn rəngini dəyişmək istəmirəmsə, dizayn tabından istifadə edirəm. Burada hazır cədvəl formaları var. Bunlardan da istifadə edə bilərəm və yaxud da özüm də cədvələ rəng verə bilərəm. Shading kölgə hissədən istədiyim xanaya istədiyim rəngi verə bilərəm. Ta ki, bu xanada dayanmışam, hər hansı bir rəngi seçəndə avtomatik xana həmin rənglə rənglənir.
rənglənir. Və yaxud da bütöv sətri istəyirəmsə, tutaq ki, bütöv sətrə rəng istəyirəm. Bütöv sətri seçirəm və gəlib yenə dizayn hissəsində hər hansı bir rəngi seçirəm. Avtomatik bütöv sətr rənglənir. Eyni zamanda tutaq ki, bu sütunu başqa rəng istəyirəm. Gəlib buradan hər hansı bir rəngi seçə bilərəm bu şəkildə. Həmin hissə rənglənmiş olur. Tək bir yerdə dayanıb gəlib rəng seçsəz, ancaq xananı rəngləyir. Amma ümumi hər hansı bir sətr sütunu seçsəz, nə seçmisinizsə onların hər biri rəngə daxil olacaq. Hər birini rəngləyəcək. Sonra tutaq ki, indi mən burada bayaq üzərində elədiyim əməliyyatları layout tabı üzərindən eləmək istəyirəm. Misal üçün, bu xətlər olmamalıdır, deyək ki. Bəzən olur da, cədvəlin başlığı ümumi olur, əlavə xətdən ehtiyac olmur. Bu xətləri silməliyəm. İki cür yol var bunun. Ya pozanı götürüb bir-bir xətləri silirəm, ya da ki, xanaları birləşdirirəm. Burada var. Draw table, yəni yeni bir cədvəl üzərində hər hansı bir xətt yaradırsınız və yaxud da erase silirsiniz pozanı. Pozanı seçirsiniz. Baxın, o pozan şəklində. Pozanın ucunda işarə var. Pozan ki, günəş işarəsi kimi. Bu işarəni hansı xəttin üzərində vursaz, yəni mouse'un sol düyməsini klikləsəz, həmin xətti siləcək. Misal üçün, bu xətti uzun təmiz istəyirsiniz, bu şəkildə seçə bilərsiniz. Hansı xətti seçsəz pozandan, həmin xətt avtomatik silinəcək. Misal üçün, sildik. Bəs bunun başqa yolu nədir? İndi geri qayıdaq, Ctrl-Z əməliyyatı ilə geri qayıdırıq. İndi istəyirəm ki, bu xəttlər avtomatik silinsin. Pozanla yox, yəni başqa qısa yolla. Bu zaman həmin sətirləri seçirəm, xanaları seçirəm və burada Merge Cell əmri var, xanaları birləşdir. Bura daxil oldum, avtomatik nə qədər ərazi seçmişdimsə, həmin ərazinin içərisindəki bütün xətləri silindi. Sonra, indi tutaq ki, mən bunu iki hissəyə bölmək istəyirəm. Ya karandaşı seçirəm, misal üçün buradan düz xətt çəkirəm, bu şəkildə, yəni xana əlavə elədim, iki hissəyə böldüm və yaxud da gəlirəm burada, split cell var. Xananı böldüm. Split cell-ə daxil oluram və burada qeyd edirəm ki, neçə sətr neçə sütuna bölsün. Misal üçün, istəyirəm ki, bir dənə xətt çəkilsin. Bir dənə xətt çəkməsi üçün iki dənə sütuna bölməlidir. Sütun hissəsini 2 yazıram. Sətr hissəsi də 1 olduğu kimi qalır. Bunu qeyd elədim. İndi OK vuranda baxın, 2 sütuna böldüm. Sətr olduğu kimi 1 qaldı, 2 sütuna böldüm. Yəni, xananı bölmək üçün split cell-dən də istifadə edə bilərsiniz. Ya da ki, karandaşı seçib istədiyiniz yerdən xətt çəkirsiniz, xətt əlavə edirsiniz. Bir də var split table. Bu cədvəli bölür. Ta ki, cədvəli 2-dən ayrı-ayrı hissəyə bölmək istəyirsiniz. Split table vurursunuz. Gəlin, yeni cədvəlin üzərində izah edeyim. Ta ki, cədvəldə 2 hissəyə bölmək istəyirsiniz. Dayanırsınız burada və layout əmrindən split table vurursunuz. Avtomatik cədvəli 2 hissəyə ayırır. Artıq vərəqdə 2 dənə ayrı-ayrı cədvəl var. Hər biri ayrı-ayrı cədvəl sayılır. Sonra bizdə burada başqa, dedik ki, sətirlərin artırılması. Dedik ki, sonda dayanıb enter vururuq, avtomatik sətr artır və yaxud da birincidən sonra istəyirəmsə, yenə buradan sonra dayanıb enter vururam. Yəni, nədən sonra enter vursaz, təbii ki, orada yeni sətr əmələ gələcək. Bunun başqa yolu da var. Tutaq ki, nömrə ilə göstərəcəm sizə. Deyək ki, burada 1, 3, 5, belə bir yazı var. 7. Mənə ikinci ilə dördüncü sətr yoxdur. Bunları əlavə eləmək istəyirəm. Və ikinci sətri əlavə eləmək istəyirəm. Necə əlavə eləyirəm? Ya 1-dən aşağıda, ya da 3-dən yuxarıda. Ya deməli 1-də dayanıram. Burada 4 dənə əlavə etmə üsulları var. Hansı ki, yuxarıya sətr, aşağıya sətr, sola sütun, sağa sütun. Mənə sətr lazımdır. Təbii ki, bu ikisindən biri olacaq. İndi mən ikinci sətr istəyirəm. Deməli, buradan aşağıya əlavə eləyəcəm. Əgər 1-də dayanmışamsa, aşağını seçirəm. Bu şəkildə aşağıya əlavə elədim. Qeyd elədim 2. Misal üçün, mənə 4 lazımdır. Əgər 5-də dayanıramsa, bunun üstündə olmalıdır. Yuxarı oxu seçirəm. Avtomatik bura yeni sətr əlavə elədi. Yəni, harada dayandığınızdan asılı olaraq dəyişir. Ya yuxarı əlavə eləyəsiniz, ya aşağıya. Eyni zamanda sağa sola da sağa sola da sütunu artıra bilərik. Insert right görürsünüz, sağa artdı. Və yaxud da sola artıra bilərsiniz bu şəkildə. Silmək də istəsəz, ya seçirsiniz, klaviaturadan backspace əmrini vurursunuz, silir. Ya da ki, elə burada delete var. Xananı, sütunu, sətri, yoxsa ümumi cədvəli silsin. Ta ki, mən sütunu seçmişəm, deyirəm ki, sütunu silsin. Harada dayanmışamsa, dayandığım yer hansı sütuna aidsə, onu siləcək. Və yaxud da burada dayanmışam, baxın, burada dayandım, gəlirəm ki, xananı sil. İndi burada mənə göstərir ki, mən bu xananı siləndə,
Yazın elə bir ki, bu 3 yuxarı qalxsın, yoxsa bu bura gəlsin. Yəni hansı istiqamətdəsinsə. Burada seçirəm ki, yəni sola doğru sürüşmə baş versin. 2-ni oradan sildi, digərlərinin hamısını bir-bir geri gətirdi. Yəni ki, buradakı xana silib. Buradakı bura gəldi, buradakı bura. Hamısı bir vahid geriyə doğru getdi. Və yaxud da misal üçün bunu siləndə qeyd edirəm ki, yox, aşağıya doğru. Artıq ikincini sildi. 3 qalxdı yuxarı bu şəkildə. Yəni orada özünüz qeyd edirsiniz ki, siləndə sağdakı xana sola gəlsin, yoxsa aşağıdakı xana yuxarıya getsin. O sizdən asılıdır. Ya da tutaq ki, burada dayanmışam, ümumi sətri istəyirəm bütöv silsin. Gəlib buradan row seçirsiniz ki, ümumi sətri bütöv silsin. Ya da ki, ümumi cədvəl. Cədvəli də silə bilərsiniz. Sonra burada məsələn bunların hər birini dedik. İndi gəldik xananın enini, hündürlüyünü artırıb azaltmaq. Dedik ki, bu xətlərlə də xananın mən hündürlüyünü, enini artırıb azalda bilərəm. Ya da ki, tutaq ki, dayanmışam burada, mən istəyirəm ki, hündürlüyünü artırım. Burada qeyd olunur. Xananın hündürlüyü və eni. Hündürlüyü artırıram bu şəkildə. Və yaxud da enini bu şəkildə artırıb azalda bilərəm. İndi tutaq ki, mənə hamısı bərabər olmalıdır. Baxın, bunun hündürlüyü daha çoxdur, digərlərində azdır. İstəyirəm ki, hamısında bərabər olsun. Bu zaman cədvəli bütöv seçirəm. Burada var. Sətrin enini bərabərləşdir, bir də hündürlüyünü. Mənə lazımdır ki, hamısının hündürlüyü eyni olsun. Bunun hündürlüyünü bərabərləşdirirəm. Seçdim. Baxın, avtomatik hamısı eyni hündürlükdə oldu. Elə bir ki, ümumi ərazini, baxın, geri qayıdım. Buradan bura nə qədər ki, məsafədir, nə qədər ölçüsü varsa, toplayır 3 hissəyə bölür, çünki 3 dənə sətirdir. Ümumi hər birinə eyni qədər paylayır. Bununla da avtomatik bütün sətirlərin hündürlüyünü bərabərləşdirmiş oluruq. Və yaxud da tutaq ki, sütunlar fərqlidir. Bu deyək ki, ensizdir. Misal üçün bu şəkildə istəyirəm hamısı eyni olsun. Yenə cədvəli bütöv seçib artıq sütunun enini bərabərləşdirirəm. Distribut koluma daxil olanda bütün sütunların enini eyni ölçüdə edir. Sonra tutaq ki, dedim ki, məsəl üçün bu hissəni mən seçib birləşdirirəm və bura hər hansısa bir yazaq ki, siyahı. Bu yazını yazandan sonra həmişə fikir verin ki, yazı yazanda əgər cədvəlin daxilindədirsə, cədvəlin başlığı həmişə tən ortada yazılır. Rəqəmlərdirsə adətən sağ tərəfdə yazılır, yazıdırsa sol tərəfdə. Bir də ümumi başlıq kimidirsə onu ortada yazmaq olar. İndi baxaq, bu cədvəlin başlığıdır. Mən bunu tən ortada yazmalıyam. Biz bilirik ki, yazını solda, sağda, ortada yazmaq üçün home'dakı paragrafdan, yəni abzasdan bu 4 düzləndirmədən istifadə edirik. Amma bu normal sənədlər üçün keçərlidir. Mən cədvəl qururamsa, cədvəlin içərisində yazıramsa, cədvələ aid olan düzləndirmədən istifadə edəcəm. Burada var alignment hissəsi, düzləndirmə. 9 dənə düzləndirmə forması var. Yəni home'dakindən daha çoxdur. Orada 4-dür. Dördüncü heç o hər iki tərəf düzləşdirir. Əsas 3 dənədir. Sol, orta, sağ. Amma burada həm üfüqi, həm şaqili olduğuna görə elə bir ki, 3-ün 3 qatı, 9 dənədir. Tutaq ki, bunu seçdim. Həmişə başlıq olanda bunu seçirik. Orta, yəni tən ortada olsun yazılar. Misal üçün, bunu seçsəm, görürsünüz, ortadadır, amma sol tərəfdir. Misal üçün, bunu seçsəm, yuxarıdakılar. Yuxarıdadır, amma sol tərəfdədir. Elə bir ki, həm üfüqi, həm şaqili 3-3 seçəndə 9 dənə əmələ gəlir. Ona görə burada belə çox nümunə var. Biz əgər cədvəlin başlığıdırsa, tən ortanı seçirik ki, başlıqda olsun. Misal üçün, deyək ki, burada yazıram maaş, deyək ki, və aşağıda maaşı qeyd edirəm. Belə. Bu maaş başlıq yazısıdır. Bunu da yenə həmçinin ortada yazıram. Amma rəqəm olan hissəni çalışırıq ki, sağ tərəfdə yazılır. Rəqəmlər adətən sağda yazılır. Tutaq ki, burada deyək ki, ad, soyad. Yenə, bunlar hamısı başlıqdır. Bunları ortada yazıram. Amma burada adlar yazacağımsa, bunları elə sol tərəfdə yazıram. Sol tərəfdə. Yəni sol tərəfdə olsun. Adətən yazı yazanda sol tərəf, rəqəm yazanda sağ tərəf. Misal üçün Excel-də olanda avtomatik onsuz da bu şəkildə eləyir. Excel-də biz yazı yazanda indi keçəndə görəcəksiniz. Rəqəm yazanda avtomatik xananın sağında yazılır. Amma yazı yazanda avtomatik xananın sonunda yazılır. Mətndən hesab buna görə fərqlənir Excel-də. Word-də də onu özümüz nizamlayırıq ki, rəqəm sağ tərəfdə olsun, yazı sol tərəfdə. Düzdür, o qədər də önəmi yoxdur. Amma cədvəlin daha səliqəli, daha aydın görünməsi üçün onu bu şəkildə eləyirik. Sonra indi keçid text direction yazın istiqamətini əyir. Tutaq ki,
Misal üçün, deyək ki, standart qeyd eləyək. Bura. Məsələn, belə bir ədəd var. Məsələn, mən burada sətirlərin sayını artırıram. Hətta bunların deyək ki, biraz ölçüsünü kiçildəyim. Tutaq ki, burada siyahılar qeyd edilir. Mən istəyirəm ki, bu standart bunların hər birinə aid olsun. Tutaq ki, hər hansı bir fənn üzrə dərs keçirlər, hansı standartdan o qeyd olunub, hamısına eyni standarta aiddir. Bunu necə birləşdirirəm və bu yazını istəyirəm ki, hamısına aid olsun. Ya tən ortada yazıram ki, hamısına aid olsun, ya da yazının istiqamətini əyirəm. Text direction-ın istiqamət dəyişirəm. Yuxarıdan aşağı ya da aşağıdan yuxarı. Bu şəkildə avtomatik istiqamət dəyişir və bununla da elə ki, buradakı yazı bütöv bu siyahının hər birinə aid olmuş olur. Belə cədvəldə ən çox istifadə etdiyimiz əmrlər bunlardır. İndi nümunə cədvəllər göstərib onun üzərində işləyəcəm. Dəqiqə. Bu biraz çətindir. Buna axırda baxaq. Tutaq ki, belə bir cədvəl var. İlk öncə cədvəl qurmamışdan qabaq əvvəlcə bilək ki, neçə sətir və neçə sütundan ibarətdir. Onu aydınlaşdırmalıyıq. Düzəldim. Hər iki ekranda olsun. Hər iki ekranı görürsünüz də. Bir dəqiq desin, bilin. Həm cədvəli, həm Word-ü görürsünüz, düzdür? Bəli, bəli, bəli. Əla. İndi, məsəl üçün, bu cədvəli qurmaq istəyirəm. Bunun üçün nə edirəm? Birinci sətir sütun saymalıyam ki, neçə sətir, neçə sütun lazımdır mənə. Baxıram ki, burada sütunlara birinci başlıq baxanda bir dənə sütun kimi görünür. Baxın, mətbəx sözü bir sütunla yazılıb. Amma baxırıq ki, burada xətlər silinib. Əslində 1, 2, 3, 4, 5. 5 sütundan ibarətdir. Sətirləri də sayanda 15-ə kimi burada sıralanıb. Nömrə 16, 17, bu 18-də yekun. Deməli, 18 sətirdən və 5 sütundan ibarətdir. Gəlirəm insert-ə, table-a. Buradan insert table və qeyd edirəm 5-in 18-ə. Bunu qeyd elədim, cədvəli qurdum. Sonra baxıram ki, cədvəl biraz hündürlüyü çoxdur. Ümumi cədvəlin hündürlüyünü artırıram. Bu şəkildə. Sonra bunu yaxınlaşdırım. Baxıram ki, başlıqda bütün xətlər birləşir, yəni heç bir xət yoxdur. Dedik ki, ya pozandan silirəm bu xətləri, ya da ki, ümumi birləşdirirəm. Ən rahatı ümumi birləşdirməkdir ki, təmiz xətlər hamısı eyni zamanda, eyni anda silinsin. Seçirəm, bax, kənarda bir dəfə vurmaqla da avtomatik sətir seçilir. Yazda necə, burada da elə. Ya da ki, özümüz tutub sürüşdürürük bu şəkildə. Seçdik və burada merge əmrinə daxil oluram, merge cells. Bunu seçdim, avtomatik içərisindəki xətlər silindi, bir xana şəklində göstərildi. Və burada artıq yazını yazıram. Çalışın cədvəl quranda xana hazır olduqca içindəki yazını yazın ki, bilin ki, bu hansı xanadır. Bunu qeyd elədim. Ortaya gətirməsi olasaq bunları ən axırda eləyirik. Sonra burada baxıram ki, bu ensizdir. Baxın, nömrə hissəsi ensizdir. Bu xətti sola çəkə bilərəm, sürüşdürürəm sola və burada qeyd edirəm nömrə. Nömrədə shift 3-dür. Biz dedik ki, shiftlə rəqəmləri vuranda rəqəmlərin üzərindəki simvolları yazır. Təbii ki, dildən asılı olaraq dəyişir. Misal üçün, 5 rəqəminə baxsaz klaviatura, görəcəksiniz ki, üst üzərində bir dənə faiz götürülüb. Faiz göstərib. Yəni, İngilis, Rus, Azərbaycan fərqi yoxdur. Shiftlə 5-i vuranda faiz yazacaq. Amma 2-yə baxırıq ki, məsələn, 2-yə, 3-ə və yaxud 6-ya üzərində 2 dənə simvol var. Tutaq ki, 6-ya baxırıq ki, həm üçbucaq işarəsi var, həm 2 nöqtə. Yəni, Azərbaycan dilində vursaq 2 nöqtə olacaq. Amma İngilis dilində vursaq, o üçbucaq qüvvət deməkdir. Eqzildə ondan hesablanır. Qüvvət işarəsini göstərəcək. Yəni, fərqlidir. Hansının üzərində 2-3 dənədirsə, deməli, 4-ə baxırıq ki, 4-də ümumiyyətlə 3 dənədir. Yəni, Rusda ayrı, İngilisdə ayrı, Azərbaycan dilində ayrı simvol yazır. İndi shift 3-ü vurdum. Misal üçün, məndə Azərbaycan dilində shift 3-ü vuranda nömrə yazdı. Bəzən olur ki, Rus dilində vuranda yazır. O da nədən asılıdır? Kompüter, yəni köhnə olanda, köhnə Windowslarda, köhnə sistemdə shift 3 Rus dilində nömrə yazır. Bəzilərində İngilis dilində nömrə yazır. O dəyişir. Onu yəni yoxlamanız daha yaxşıdır. Əgər yazmasa, yoxlayın ki, görün hansı dildə shiftlə 3 nömrə yazır.
İndi burada nömrələri qeyd edirəm. 15-i kimi nömrələdim. Yəni yekun hissədə xətlər yoxdur. Yəni bunu seçirəm və ümumi merge cell-dən həmin xanaları boşaldıb üzərinə qeyd edirəm yekun. Bunu qeyd edirəm yekun. İndi sonra başlıqları qeyd edirəm. Yazdım. İndi ümumi cədvəli seçirəm. Hamısının ölçüsünü eyni anda dəyişirəm. Ölçünü dəyişmək üçün bilirik ki, home-dan istifadə edəcək. Çünki yazıya aiddir. Home-a daxil oluram. Burada ölçünü qeyd edirəm 14. Şriftin forması Times New Roman. Seçdim. Sonra gəlirəm. Burada ekranı yarı bölmüşəm deyə bu yığcam verilib deyə tez-tez çevirirəm sola sağa. Gəlirəm layout-a və burada yazının istiqaməti tən orta seçirəm. Bu şəkildə. Sonra, misal üçün bunun hündür olmalıdır. Biraz hündürlüyünü artırmalıyam. Ya dedik ki, buradan hündürlüyü artacaq. Ya da ki, xətti çəkir aşağı. Misal üçün, buradakı kimi xətti seçib çəkirəm aşağı ki, hündürlüyü artsın. Burada eyni qaydada çəkirəm belə ki, hündürlüyü artsın. Biraz çox getdi. Bu şəkildə. Artıq cədvəlimiz hazırdır. Sonra üzərindəki yazıları da yenə cədvəlin üzərində və yaxud cədvəlin sonunda artıq yazını keçən dərs keçmişik. Normal qaydada yazıları qeyd edirsiniz. Bu bir cədvəl. Sonra baxaq başqa cədvələ. Görək başqa nələr var. Bir neçə nümunədə işləyək ki, tam aydın olsun. Tutaq ki, belə bir cədvəlimiz var. Belə bir cədvəl. Bu biraz qəlizdir bayaqdan baxanda. Burada vərəqi çevirməliyik. Bunu indi gələn dərs keçəcək. Birinci page layoutdan vərəqi çevirirəm. Çünki cədvəl enlədir. Vərəqi çevirdim. Biraz uzaqlaşdıralım. İndi gəlirəm insert-ə və burada sayıram ki, neçə sətir, neçə sütun var. Sütunları sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də saya bilərik. Ya da ki, 1, 2, 3, 4, 5, 6, 7 də saya bilərik. Çünki bu qiymətləndirmə 2 hissəyə bölünür. Ya bunu əvvəldən nəzərə alırıq, ya da sonradan xətt çəkirik. O hissə necə rahatdırsa. Sətirlərin də sayı 1, 2, 3, 4, 5. 5 olaraq da saya bilərik. 1, 2, 3, 4, 5, 6 olaraq da saya bilərik. Sizə necə rahatdırsa. Word-də onun fərqi yoxdur. İstəyirsiniz az edin, sonra çoxaldın, istəyirsiniz çox edin, sonra xətti silin. Amma Excel-də fərqi var. Excel-də görəcəksiniz ki, nə qədər xana varsa maksimum hamısını sayırıq. Yəni ən çox nə qədər olmalıdırsa o qədər. Çünki sonradan orada karandaş yoxdur, sonradan xətt çəkəsiniz. Amma Word-də sizə necə rahatdırsa. Gəlirəm table-a, deməli, insert table-a daxil oluram və burada qeyd edirəm. 6, 7, 8. 8 dənə üstünü qeyd edirik. Bunları ayrı-ayrı saydıq. Sətirləri də tutaq ki, bunu eləyək. 5, biri artma aid olsun, bir azalmaya. Bunu qeyd elədim. İndi, illik planlaşdırma nümunəsi. Bu rahatdır. Yəni, heç bir xətt yoxdur. Bunu birləşdirib düzəltməliyəm. Bunu biraz hündürlüyünü artıraq. Rahat görək. Aha, bunu seçdim. Gəlib burada merge cells vasitəsilə mən xanaları birləşdirəcəm. Merge cell əmrinə daxil oluram. Xanaları birləşdirirəm. Burada yazını qeyd edirəm. Yazını yazdım. İndi yazını yenə. Məsəl üçün, tən ortaya gətirirəm. Bu şəkildə. İndi burada tədris həftəsi ensizdir. Bunun enini azaldıram. Və sıraz burada qeyd edirəm. Bu nəyə xanasıdırsa ki, sonra qarışdırmayın. Qeyd elədim. Sonra ikinci saat. Saat da ensizdir. Bunu da düzəldirəm. Bu şəkildə. Sonra tədris vahidi. Həmişə xananı elədikcə içindəki yazını yazırıq ki, bilək ki, hansını eləmişik. Bunu da elədik. Mövzu biraz böyükdür. Qalsın belə. Və qeyd edirəm mövzu. Sonra məşğələ növü. Standart. Bunu da qeyd elədim. İndi buradan
bu ikisini də birləşdirib qiymətləndirmə yaza bilərəm. Ya da ki, ən rahatı. Karandaşı götürürəm. Karandaşı. Buradan xətt çəkirəm. Çünki baxın, iki hissəyə bölünür baxın. Buradan xətt çəkirəm. Xətt çəkdiyim. Sonra pozanı götürüb bu xətti pozuram. Bu xətti pozdum. Sonra pozanı həmişə yerinə qoyun. Yoxsa pozan qalır. Hansı xəttin üzərinə vursa silinəcək. Yazıram qiymətləndirmə. Yazdım. İndi aşağıda qeyd edirəm üsulları, vasitələri yazdım. İndi bu yazıları gətirəm tən ortaya. Yenə ölçünü filan da düzəldək ki, rahat olsun. Burada 12'dir. Yəni başlıqlar hazırdır artıq. İndi bura baxıram. Heç bir xətt yoxdur. Ümumi hamısına aiddir. Yenə seçib birləşdirirəm. Yenə merge cell əmrinə daxil oluram. Burada qeyd edirəm. Sonra saat hər birinə 2 yazıram. Bəzən tələbə görür ki, bu n-dir. Gətirir bunu çəkir aşağı ki, böyüsün. Ehtiyac yoxdur. Onsuz da yazı yazdıqca böyüyəcək. Sonra burada yenə ümumidir. Bunları seçib birləşdirirəm. Birləşir avtomatik. Bu yazıları yazmağa vaxt getməsin. Buradan kopyalayacağım. Bir-iki kopyalayandan sonra Ctrl+C, sonra əlavə edəndə Ctrl+V-ni vururum. Aha, bax, yazı yazıldı, amma əyri olmalıdır bunun kimi. Bu zaman alignmentdən gəlib text direction-ı vururam ki, yazının istiqaməti dəyişsin. Bu şəkildə. İndi yazı tam görünmür, çünki xanalar balacadır. Axırda böyüyəndə avtomatik düzələcək. İndi bir-bir buradakı yazıları yazıram. Görürsünüz, avtomatik xana böyüdü, çünki sığışmayanda özü böyüyür. İkincini kopyalayıb əlavə edəcəm. Və digərini. Baxın, avtomatik bu hissə düzəldi. Sonra digərini seçirəm. Seçək PDF-dir. Mən hamısını eyni eləyəcəm, çox vaxt getməsin. Sonra standart. İndi üsulları bunları da ayırmışıq. Təbii ki, indi buradakı yazıları əlavə edəcək. Görürsünüz, yazı onsuz çox olduqca xana avtomatik özü formanı alır. Demək olar ki, hazırdır. İndi sırf bir bu hissəni böyüdək. Sırf bu səhifəyə baxaq hazırladığımıza. Hələ yaxınlaşdıraq. Cədvəl hazırdır. İndi sadəcə düzəlişlər lazımdır. Hansı ki, misal üçün bu n-ni biraz da azalda bilərəm. Çünki o birilərinin n-i daha çox lazımdır. Bunu da həmçinin n-ni azalda bilərəm. Bunu da n-ni azalda bilərəm. Ki, yəni bunlara yer çox qalsın ki, tam aydın şəkildə cədvəl yığcam olsun. Biraz bunu da çəkirəm aşağı ki, bu hissələr sıxlaşmasın. Sonda həmişə düzəlişlər edirik. Belə. Aydın oldu. Cədvəl də hazır oldu. Bəli. Tamam. İndi fasilə verək. 10 dəqiqədən sonra yenidən qoşulun. Rəngli cədvəllə işləyək. Çünki zoom'un vaxtı bitir.